Bəlğəm gətirici sirop bəlğəmi biraz da çoxaldır və bu bəlğəmi çıxara bilməyən uşaq biraz da daha da çox əziyyət çəkir. Görürük ki, pnevmoniya yoxdur. Misal üçün stasionara yönəldirik də bir mənalı. 3 gün bundan qabaq biraz daha yaxşı öskürən uşaq, dırnaq içində deyirəm. Və bu gün öskürəkdən boğuluram. Və yaxşı ki, biz öskürürük və öskürəklə bəlğəmi çıxarırıq. Ən azından o dediyiniz kimi əczaçı valideynə deyə bilər ki, sizin öskürəyinizin səbəbi bilinmir, uşağınızın yaşına uyğun deyil. Nəinki 1 yaşdan böyük, 3 aylıq, 5 aylıq, 6 aylıq uşaqlara təyin eləyirlər. Zaten bu körpə uşaq əmələ gələn bəlğəmi çıxara bilmir. Bitki tərkibli şərbətlər nədənsə daha zərərsiz görünürlər, çünki tərkibində bitki var. Heç bir şey öz uşağımız üzərində tətbiq eləyə bilmərsiniz. Başa düşürəm, valideyn həkim deyil və bunu anlamağa da məcbur deyil. Uşaq seliyi normal şəraitdə keçirdiyi kimi bir hissədən o bir hissəyə keçirə bilmir. Hətta heç bir antibiotik istifadəsi olmadan da körpəni bu cür sağaltmaq demək olar ki, mümkündür. Təbii ki, biz burada farmasevtik firmalarla durub mübarizə apara bilmərik, bizim gücümüz də yetməz. Ya bir şeydən tam imtina edirlər, ya da ki, yalnız o falan şey istifadə edirlər. Əgər hansısa bir kollega eləyirsə, mən bir söz deyə bilmərəm. Mən Səhiyyə Nazirliyi deyiləm, mən onun işin keyfiyyətini yoxlayası deyiləm.